Salam əzizlərim, davam edirik tərəzi bürcü ilə. 22-28 fevral həftəsi tərəzilər üçün iş, sağlamlıq, gündəlik rutinlər qarışa bilər, plan dəyişiklikləri, gecikmələr mümkündür. Bədəniniz siqnallar verir, məsləhət özünüzü yormayın, rejimi yüngülləşdirin. Özü, hərəkəti, sevgi, pul, karyera. Tərəzi bu həftə öz mövqeyini qorumaq məcburiyyətindədir. Üzərində təzyiq, tələblər, gözləntilər var, müdafiə halındadır, amma güclüdür. Sərhədlərini qoru, hər şeyə cavab vermək məcburiyyətində deyilsən. Hərəkəti, uzlaşma, anlaşma, əməkdaşlıq var. Tərəzi qarşı tərəflə ortaq nöqtə tapmaq istəyir. Razılaşma, barışıq və yaxud da birgə qərar gündəminə gələ bilər. Tək başına yox, birlikdə irəliləmək fikri var. Sevgidə gizlilik, yarımçıq həqiqət, etibar problemi görünür. Ya sən qarşı tərəfi nəyəsə açıq demirsən, ya da qarşı tərəf sizdən nələrsə gizlədir. Üçüncü mövzu, gizli davranış ehtimalı var. Şübhəni yoxla, susaraq hər şey düzəlmir. Bunu aydınlaşdırmağa çalış. Pul məsələlərində yeni ideya, riskli təşəbbüslər var, həvəs var, amma sabitlik hələ formalaşmayıb. Gəlir potensialı var, amma ortada heç bir gəlir hal-hazırda yoxdur. Fürsət var, plan lazımdır, gələcəyə odaqlı bir şeydir. Karyerada, iş həyatında iki işi eyni anda idarə etmək və yaxud da ola bilsin ki, həm təhsili, həm karyeranı, həm işi, həm ailəni, yəni iki məsələni eyni anda idarə etmə, balans axtarışı var sizdə. Vaxt var, enerji bölünür, çox yük altına girmək riskli görünür sizin üçün. Hər şeyi eyni anda etməyə çalışmamaq məsləhətdir. Həftənin məsləhəti odur ki, hər döyüşə atılma, enerjini seçərək xərclə. Əlavə bir parça çəkək. Sevgi baxımından həqiqi sevgi axtarışındasınız və həqiqi sevgini tapmaq üçün çox çabalayırsınız. Və düşünürsünüz ki, sizi mutlu, xoşbəxt edəcək mövzuların dalınca getmək məqamıdır. Sizi nə xoşbəxt edəcəksə, sanki onların planını qurub, onlara doğru adım atırsınız. Bu qədər mənim əzizlərim, əgər video sizə toxundusa, videonu bəyənməyi və paylaşmağı unutmayın.